Salam əziz izləyicilərimiz, gözəl xanımlar. Bir daha bizim evimizə və yeni vlogumuza xoş gəldiniz əzizlərim. İstədim belə sizi həyətimizdən salamlamaq. Evdən çıxıram. Yolda mən çəkiliş edə bilmirəm. Cəsurla vəbşə etmək olmur. Nəsə çəkirəm, deyir söndür. Nəsə deyir həmişim, amma söndür, bəsdir. Dedim buradan açılış edeyim videomuzu. Mən indi gedirəm bacımgilə, Könülgilə, yəni Qaraçuxura gedirəm. Hamısı bir yerdir. Yəni səbəbkar bugün Könülgildir. Zəhranın ad günüdür, xanımlar. Gedək Zəhranı təbrik edək. Zarafat edirdim ki, gəlib şəkərəm pul verirsən. Deyirdi ad günümdə Sevinç xala gələrsən. Yəni qeyd edirlər də belə indi yüngülvari gedək. Rafı da çağırıb asobu qonaq Rafı olar üçün. Rafın istədiyi yeməyi hazırlayıb Könül. Yəni menüdən kənar onda edəcək. Sırf Raf istəyir, Raf onu xoşlayır deyə. Belə indi mən evdən çıxıram, Cəsurla gedirəm. Nuray getdi, elə bu dəqiqə getdi. O dedim sən get gecikməklə. Nuray hazırlığına getdi. Həftənin 5-ci günüdür. Cümə günüdür xanımlar. Nuray getdi hazırlığa. Mən də indi Cəsurla 1-ci məktəbə deyəcək. Müəllimə qrupa yazdı ki, 10-cu sinifə keçənlər gəlib valideynləri ərzə yazsınlar. Yoxsa 10-cu sinifə uşaqları buraxmırlar. Xanımlar, gedək məktəbə. Cəsurla oradayıq, görəydi bugünlük olacaqmı yoxsa. Və oradan da gedək. Dedim, geçən klasik fotoğraf da gördü, xoşum gəldi. Mənə də gətirdi. Amma dedim, mənim var əslində, mən özümü almışdım. Prosta mən aldığımın kənarında Nike sözü yazılmışdı da. Raf da bunu mənə gətirdi. Biz Sədər Ehmanlı giyinirik də. Cəsur bahalı mal giyinir. Dayan, belə çəkim. Baxın, bu klasifkaları bilənlər bilir. 90 manatdan 85 manata veriblər, girib şəhərdən alıb. Biz уже gelmişiz. Dнем рождения, Zəhra. Спасибо. Nuş olsun sənə. Biz gəldik də qonaq evindəyik. Mamayı çəkə bilmirəm. Bu Ayska çox sağ ol bacı, çox sağ ol. Bu Sevanın komandasıdır. Seva, siz yemək yeməmisiniz, gəlin. Yemişsiniz? Mən obşu qabdan yeyirəm, öz razmerimdə yeyirəm, batırıb yeyirəm, Ayska ilə yeyirəm mən. Ayşuli ilə yeyirəm mən. Qəşəng tatlı dəllərinə sağlıq. Kön, turşunu hardan almışsan? Marketdən, bazardan hardan? Sağ olsun, qəşəngdir. Ne yaxşı xalası var bu. Zəhrama. İlişdi hardan, hə? Hə, elənçi çıxar. Kronidir. Vay kroni. Əsmanın balaca bax bu boyda. Bax bunlar kim kronisi bizdə qalıb mama. Çıqqılı da. Elə bir nivcim kastinə keçmiş. Hə. Şeyə qoymuşam. Kandı stol üstünə qoyuram, tez-tez baxıram, xoşum gəlir. Təbriklər. Qəşəngdir. Bu ruçka qabıdır, hə Zəhra? Bu nədir? Elə bir suvenirdir, hə? Suvenirdir, içindən ruçka zat da qoysan. Hə. Поздравляем, красивый. Belə lazımlı bir şeydir da. Sağ olsun xalası. Onun içinə qoyma, çıxarda bilmirsən hər dəfə. Hə, bax elə çıxart. Kızlar hara getdi? Səsləri kəsildi. Cəsurun krasovkasıyla. Ay Allah. Cavanlar biz deyirik, bax o nədir arxası belə. Ana qəşəngdir, yox. Heç Cəsurun zövqü qəşəngdir. Bu nə kanaldır? Bizdə belə şeylər yoxdur. Bizdə öz kanallarımız, onu da heç girib baxan yoxdur. Kön sənə kömək eləmədi, özün yığdın. Mişanın xarakteri budur. Day, ver. Mən verim, qırıldı. Çok хорошо. Nəmkini Cəsur qırdı, oynatdı məzələndi əlində. Mən də istəyirəm, heç kim yeməsin. Deyirəm, bıraxıram, suyla dolduracaq. Hə də o özün bilirsən, mama, evin Qibləsini. vəziyyətini, şəraitini, hə. Bizdə azadlıqdır. Kim istəyirsən? Könül. Bizdə azadlıqdır. Mən heç kimi xətrinə dəymərəm. Bura yaxşı verdi, orada nə bir su
sonra yıkılar yıkılar başlayır yerə tütür. Elədir, hə. Hə. Çok av yürsə, bir yıkılar. Ayska, Mayska. Ayska, Mayska. Mama gel bir tikə koyup yedir. Mən də deyirəm, amma dur. Gör neçə dəfə deyir. Sən qoy onu. Temizlik. Tez. Bu insan grafiklə, rejimlə yeyir. Artıq yemir bizi kimi. Yox, indi derin deyir. Yiyeyim ama. Yenə yer, bilirəm, toxunma. Esi, daha doğrusu Esi yox, Seva xalası Nuraya hazırlıqlara getdiyinə görə hədiyyə olaraq sumka alıbdı Temudan. Sağ olun, payınız çox olsun. İlk akras Nurayın geyimlərinin rənginə uyğundur. Qəşəngdir, etiket görmətərdi. Belə. Ha, parça plaşova kimi qəşəngdir. Hə, elə bunu da apara bilər hazırla. Sən məktəbə aparacaqsan? Ha? Məktəbə aparacağam. İçində pul qoyardınız da, nə olar? Sağ olun, Seva zarafat edir. Qəşəngdir. Belə tut ilə çiyinə və nə qəşəng dedim. Hə. Bunu yükəltmək də olar. Hə. İkisində də eyni, qəşəngdir. Sən də bu rəngi seçdin? Eyni, hə. Спасибо, Эси. Пожалуйста. Ne geçe danışırsan Rusça, İska? Aksenti var, sil. Ha, aksenti bilir ki Azərbaycanlı danışır. Yine qurban. Sevan qızlar az sektorda oxuyublar. Bir dənə qoçaq Nuray oldu. Maması götürdü, Nuray Rus sektoruna qoydu ki, dil itməsin, bilgisi olsun. Sağ ol. Xanımlar, Seva gedir, indi qızları aparır. Çünki onların məşqləri var, toyları var. Aparıb qoyacaq. İnşallah özü qayıdıb gələcək. Onlar da çıxandan sonra gələ bilərlər. Yəni heç vaxt tək gedib gəlməyiblər. Həmişə Seva özü aparıb, heç vaxt qızları tək qoymayıb xanımlar. Hə, mən də belə keçdim ki, sizlə belə danışım. Düzdür, mən evdə bayaq çəkiliş etdim, çıxanda. Amma saçımın rəngini, bu saçımdakı indiki rəng Raf yeni aldığı paletdir. Amma elə də fərqi yoxdur xanımlar. Şəkildə daha işıqlıdır, rəngi açıqdır. Amma belə eyni rəngdir, yəni fərqi yoxdur. Hə, belə istədiyim yazarsınız yorumlarda. Siz fərq hiss elədinizmi, yoxsa yox? Mən elə tələsik danışıram. Bax, orada tez tələsik danışırdım ki, Cəsur məni gözləyir qapıda ki, mama çıx, gəl. İndi burada keçdim ki, indi kimsə otağa yenə keçəcək. Dedim onu sizə deyim ki, amma yazarsınız da siz fərq gördünüz. Prosta məndən bax bu hissəmdə, baxın burada Rəvan rəhmətə gedəndən sonra belə kom ağappaq saçım elə gəlibdi. Yəni içində heç bir dənə qarası yoxdur. Baxın burada. Elə bir onları biraz açıq tutubdu. Elə mən elə gəldi ki, buranı açıq tutub, amma belə həmənki rəngdir mənə görə. Belə əzizlərim, görmüşdüm mənə, dedim ya, onu versin, mən heç nə götürmədim, dedim, sumka etmək istəmirəm də əlimdə. Elə bilən sarapanından birini verdi, onu geyinərəm, bu belə rahat deyildi xanımlar. Əslində bugün qaydasıydım, amma qalacam, çünki sabah... Qalmaz da. Yadımdan çıxdım, mən nədən danışırdım, qapı yaşlılar çalışdım. Hə, əslində bugün qaydasıydıq evə, amma sabah mənim görə qalası oldum. Gedəsi yerimiz var, Fatimə bacı gilə gedəcəyik. Ona görə bugün mən qalacam. Axşama da Raf da gələcək. Nuray heç cür gələ bilmir xanımlar. Nurayda heç cür alınmır, onun özündən asılı deyil. Dərs var, kursda saat 7-də bitir. Evə ancaq 9-un yarısına belə gedir, çatır da. Yəni yorğundur. Əslində oradan həm yolu bilmir bura gəlməyə. O belə yolları belə tanımır da xanımlar. Avtobus, nəqliyyatı belə yaxşı bilmir. İndi bir yol öyrətmişik, ora gedir. İndi inşallah yavaş-yavaş özü gedib gəldikcə açılışar, yolları tanıyar. Cəsur gedib gətirə bilərdi, amma dedi istəmirəm. Yəni oradan çıx, bura elə gəldiyinə saat 9-10 olacaq da axşam vaxtı. Həm də yorğun olur, deyir dərslərim var. Da belə təbrik eləyibdi Nurayda. Ona görə Nuraysız olacaq bugün. Hə, Raf gələcək. Zəhrəyə yenə danışıb Zəhrə əmisindən söz verib ki, yəni tez gələcəm. Həmişə bizdə də ad günü evdə olanda kimdə uşaqların həmişə Raf necə deyim, rejimini pozmurdu. İşdən necə lazımdı çıxırdı, gec də olsa gec gəlirdi, amma Zəhrəyə söz verib ki, tez gələcəm. Raf da gələcək, Rafla Cəsur evə qayıdarlar, mən qalacam, mən sabah görüşəcəm qızlarla, inşallah sabah axşam mən qayıdaram. Belə əzizlərim, könül də burada, baxın, anarın şəkildir, bacıların sənə qurban. Bir də bunu yeni alıbdı könül. Yəqin ki, Temudan sifariş olar məncə, nə bilim, sağ olsun Seva da könüllənir. Mən həmişə Nuraya könül deyirəm, könülə Nuray deyirəm. Seva da Nuraya da belə hədiyyə alıb ki, hazırlığa getdiyinə görə, hamısı sağ olsunlar. Belə əzizlərim.
Mən də bu biraz qalındı. Geyimi dəyişim, gedim hamının yanına. Görüm alındıqca çəkiliş edəcəm. Baxın belə səsli köylüdülər. Şəmsiyə kursa gedir, nəsə kursa gedir. İşi ilə əlaqədar uşaqları gətirdi bura. Şəmi ilə də görüşdü, Şəmi getdi. Uşaqların hamısı burada. Sizcə necə olar? Səs, küy deyirlər, gülürlər, danışırlar. Belə əzizlərim. Mən də gedim onlara qoşulum. Alındıqca çəkilişə uyğun momentlər olanda əzizlərim sizlər üçün video çəkəcəm. Yola salırıq. Müslüm mənim donuma deyir, könül bir də ondan var. Elə könül bir-birində də Muska. Könül bibi yoxşatdınız məni. Sən də çəkim. Sizə bibi qurban olsun. Bibilərin hamısı. Gələrsiniz, sən gələrsən. Siz də çıxandan sonra ay qızlar, neçədə qurtarırsınız? Gələrsiniz. Спасибо. Все. Счастливо. Пока, до встречи. Hələ biri qalıb. Сейчас Gələcək. O görür ki, mən çəkirəm, ona görə eləyir. Üzüyorsun. Zəhra, donumu giyinmədin sən. Giyin baxaq da görək şəmallığı necədir. Burada donu Şəmsi bacısı. Bacı deyirsən, Şəmiyə xala deyirsən, nə deyirsən? Uçiçiliniz. Elə Şəmi deyirsən, hə. Bu donu da Şəmi hədiyyə edib. Откуда она купила? Тоже Вайкики, Кики. Кики? А, Вайкики. Hələ pərdələrini taxmayıb, könüş. Есть такие торты, которые... Торты. Можно снять твои платья? Как здесь красиво. Bak o uzun kol. Orada kış paltarlar. Что хочешь сказать? Торты, Ага. которые очень вкусные. Вкусные и к тому же времени дорогие, да? Он очень мягкий. И Мягкие. если ты как Илон Маск, то ты можешь. Если ты богатый, как Илон Маск, Можешь себе то позволить. меньше Илона Да. Маска, миллиард, если Да. есть, то ты можешь этот торт купить, потому что он стоит $1 000 000. Я знаю, как его приготовить. Да. Нужно Этот секретный рецепт Муслим знает. 500. У меня тоже рецепт. Еще его белок берешь, во-первых, Ага, отнимай, да. он götürürsen eləcə suyu qalır. Понятно. Не белок, желток. Жылtaq. Sonra bax belə tökürsən nəsə. Sonra da qoyursan. Sen de Rusça narahat olma, başa düşürük. Sonra da Yine qurban olum. elə dadlı tort olsun. O elə dadlıdır ki, yük Bu kıza bakın ikisinkti. $1 000 000. $1 000 000. Ошеломляющие деньги. Илон Маск. Вот то, что у тебя на руках, это что? Это для чего? Это учителям надо показывать. Указка? Это указка с пальчиком, да. Тоже. Ha, mən deyirəm, bu nədir, bel qaşıyanı oxşamır, barmaq göstərir belə. Ay. Ay. Ha. А вы знаете, кто придумал ChatGPT? У вас 4 секунды. Раз. Я не знаю, нет, мысли не интересовалась. Это ChatGPT создал Сэм Альтман из OpenAI. Aferin. Видите, какой у меня умный мальчик есть? Он программист. Да, естественно. Это у вас шкаф для игрушек, да? Для мягких чудовищ. Нет, это школьная форма. Эсмадан да var. Да. Osman vermişler. Bu kırılıptı. Bayaq Lahən başına baxıram broşkasan, deyirəm, bizə də bundan var. Deyir, Sevim xala sənindir də. İlahə broşka, hə. Ben de diyorum köylü. Такая брошка. Видела, красивая. Видела, в прошлый раз показывала. Sən bunu taxmırsan, necə oralara keçirsən? Burası qırılıb. Uje. Şüşədir də, ona görə şüşədəndir. Bizim uşaqların otağına bir dənə göyərçin gəlib oturub pəncərənin qabağında. Bibi sənə qurban olsun, gözəlim. Gəl biraz bibi sənin qucaqlasına gedək ora. Gəl.
telefonu söndürək, gedək ora. Gedək. Mən səndən nəfəs alıram. Ay Əsma, mən bir sənə tapmışam bizim evdə. Bax, bu boyda balaca sənin kromini. Hə, bizdədir. Divan var ya konada, onun arasına düşmüşdü. Ta sonra onun yanında tapdım. Əsma, onu konda stolun üstünə qoymuşam. Hər dəfə ona baxanda elə ürəyim açılır, sən yadıma düşürsən. Səni kimi şirindir, balacadır. Yox, krok qoyma, elə veşilkaya keçir Zəhra. Niyə krok qoyursan? Hə, o veşilka balaca veşilkadır, hə. Это собачка или киска? Киска? Кроме. Это тоже кроме? Ay Allah, bu kromedir, la bu budur, bu nədir ay bala? Я взяла лабубу, ты давно хотела. Qoy, burada da o visit. Я давно хотела. Она сказала, упал. Ой, la bu страшно. Подожди, это Esma, твоя лабубушка? Да. Еще есть у меня такая маленькая. Ay Allah, kurban olun bunlara. Пусти туда. Тебе интересно это играть? Вот такая. Иди покажи, здесь светло. Иди отрах на некельно. Это тоже лабубка, но только очень маленькая. Я давно хотела. Открывай, вытаскивай. Я уже вот так сделала. У меня такой попался. Ой, какой страшный на самом деле. А buna kola da hediye veriblər. Nədir bu belə? Kola da elində. Он твердый. Да, такой красивый. Подожди. Тоже как это. Видишь, здесь кола написано и на коробочке кола. Да. На. Gör Zəhra nə səliqəli qızdır. Siz hamınız böyümüsünüz, hamınız səliqəlisiniz. Afərin sizə, afərin. Afərin. Zəhruş neçə yaşın oldu? Uyda. Zəhra böyük qız oldu, ay Allah. Hə, xanımlar, hamı getdi. Evdə mən qaldım. Hərə bir yana getdi, mama getdi, aşağı düşdü. Uşaqlar da mama ilə getdilər. Könüldər Rəşadla getdilər, tort, çörək, soğuk almağa. Zəhra da onlarla getdi. Hə, xanımlar, Raf zəng elədi. Belə, bunu bayaq Zəhradan istədim. Yazmaq istədim, telefonla danışırdım. Lazım olmadı, qoyum otaqlarla. Əslində başım ağrır, üstünüzə sağlıq demədim. Elə heç kimə demədim ki, başım ağrıyır. Çünki dərman təklif etsələr içməyəcəkdim. Bura nə yaxşı sərindir, ən sərin buradır. Gətirim stoluna qoyum Zəhruşumun. Bu Harry Potter'ları Nuray'dan götürüb oxuyur. Ya, bu da padarkalarını da bura qoyubdu. Bu şəmsiyə aldığı dondu, bu da Sevak gətirmişdi. Padarkalarını da bura qoyub xalasenə qurban. Getdilər tort almağa. Da almağa dendə zakaz eləmişdilər. Belə. Qapı döyünür. Kimdir? Bunların da baxın, paltar yuvanları var idi. Onu kiməsə verdilər. 2 dənə idi. Biri köhnüyü verdilər. Təzə evdə qardirob olan otaqlarındadır. Bura boşalıbdır. Hə, belə eləyiblər. Bu pört demədi, bura sifariş dedə Rauf pişiriblər bunu. Burada belə moykada yüngül var burada. Yavaş-yavaş düzəlir. Aşqarasını da hazırlayıb dünəndən qəşəng. Bir də qarğıdalı salata hazırlayıb könüş. Bir də aşın özünü dəmləyəcək indi gələndən sonra düyü süzəcək. Belə. Burada da nə var? Burada qabları yudu bura düzdür. Günülka. Burada da düyüsü var dedi, 1 kilo da alacağım. Burada elə bir 2 kilodur. Deyir, birdən az olar. Belə bu da xörəyə pişirmişdir. Gün ortadan bana pişirdi, bunu yedik. Mən pişirdiyim kimi də belə pişirdi. Qəşəng dadlıydı. Belə Gündülmə mətbəxi. Bəzən izləyicilər yazırlar ki, ətraflı çəkin, yaxşı görmədik. Yəni mən düşünmürdüm ki, yəni sırf yaxşı görmək üçün hamısını çəkmək belə. Amma belə yazanlar olur ki, hamısını görmədik. Bu da mənim həyatımın şəkilləridir, ürəyimin şəkilləridir.
qəşəng görünür yataq otaqları. Vəbşə termosu qəşəngdir. Rəstor da qəşəngdir. Bax, bunların evləri bax belə-belə görürsünüz. Hər hissə belə-belə bölünür. Milçək girdiyi evə. Bayaqdan qapı orada açıq idi. Yemək pişirdi, gedir, gəlir ora balkona. Belə gedim mama yana, mama uzanıb. Merhaba, mənə belə labub aldı. Mən bundan istəyirdim. Deyəsmə Yolda açdım. Balaca labubu. Ay Allah. Kolalı labubudur, hə? Hə, kolalı. Neçə dəsmə? 3 manat. Ay Allah. Bunlardan yüngülləri də 3 manatdır. Bu biraz ağırdır. Coca-Cola'nın. Gör, anar gedənə tappıltıdı qaçırlar üçü də. Yaxın gəlir. Biz gələndə balkondaydılar. Mənə həftə tez yaxırdılar. Bir də salam verdilər. Ay Allah. Nədir? Böyüyü var. Üstündə gəzdirir birini. Brelok kimi. Belələri də var imiş. Bu. Tortumu gedək, tortumu çəkim. Hə. Gəl, elə qəşəng taktik. Yaxşıdır. Молодец, женщина. Təndir aldınız. Aldıq, siz qaynardıq, həmir olmasın. Привет, мужик. Привет, привет. Как дела? Нормально. А где тортик var? Нормально? Покажи, пожалуйста. Ya, mən tort çəkməyə gəldim. Mamanın otağına gətirdiniz. Мне так понравился. Вот такой. Zaxra z dня rождения. Hə, budur Nurayın sevimli qrupu. Nuray mənə demişdi, mənim də xoşuma gəldi. Hansı qızı demişdi Nuray? Jenny, bax bu. Hə. Bu Alisa. Heç tortu çəkmirəm, hə belə. Adlarını bilirsən sən də? Davay, de adlarını, hə. Это Alisa, это Jisoo, это Jenny, а это Rose. Nurayın hansına xoşu gəlir Jenny dedi? Jenny, hə. Молодец. O nədir? Bir də tort var orada, yoxsa nədir o? Balaca tortu. Aç Zəhra, onda baxaq. Bunu mən seçdim. Ну, конечно, sən seçməlisən. Это, конечно, ты. Мне так понравился. Такой маленький. А там и бантик даже есть. Так, Hə, qəşəng. вот. Dərsi. Такой бантик еще. Понятно. Yerindən oynayıb. Ага, все. Можешь закрывать. Сперва тот. Bu. La bu. Bunlar da şampuan. Zəhra 12. Eləmədim. Zəhra sən onu elə, mən də bunu. Давай вместе. Дожди. Ага. Все? Так. Неплохо. Ну, в общем, закроем. Все. Bağla. Ay, sağ bax elə. Üçünü xala qurban Allah qızım. Hara getdi görmürəm. Uşaqlar balkondan Anargildən qışqırırlar. Seva. Hə, budur Seva. Qızlar rəqsə qoyub Cəsurla gəlir. Gəlir. Seva çox belə, necə deyim sizə? Seva olan yerdə söhbət, demək, gülmək, yəni belə pişitinli qızdır da Seva. Məndə o yoxdur. Elə deyiləm mən Seva kimi, yəni. Seva çox yaxşıdır. Söhbət tapır, söz tapır, maraqlı, gülməli, belə hər bir şeyi bilir. Bir məclisin ürəyidir Sevdə. Hamımızın ürəyimizdir bizim. Eşidirdim Zəhra, mən də çıxdım buradan çəkdim Sevanı. Cəsurla buradan keçdi. Mən
Mən ixtisasımı, vəzifəmi unutmuşam. Unutmuşam ki, bir abarot belə gedim. Nazirə xanım, sizi çəkmirəm, siz hicabınızı bağlayın. Zəhmət olmasa. Ты мне будешь мешать, женщина. Прикройся. Такой фильм из женщины. Ay Allah, kim qabaqdadır? Ha? Malacı. Burada iş gedir. Aşqara pişib. Hazır idi, qoydu pişirdi. Sonra burada da süzdülər, düyünü bura qoydular dəmlənməyə. Desmalımız burada qaldı. Niyə mürəbbəlik deyildi? Çox mürəbbəlik deyil də, hə. Çox qalın deyil əslində. Biz sevədən həmişə pişirirdik. Olar, ducu təmizləmirsən, əlbəttə olar. Bu da mənim gözəl mamam. Bu da ay yumrulanıbdı. Burası hələ çox qaranlıq deyil, belə biraz çox aydın görünmür. Telefon niyə belə eləyir? Evin girişini çəkmədim gələndə. İndi sabahları çıxanda çəkərəm. Öncələr bu yandan gedirdir. İndi keçən dəfə videoda göstərdim də, baxın, yuxarıdan kağız atdılar. Baxın yenə. Saxaldı, keyf edir. Hə. Binanın girişini çəkərəm. Yəqin ki, kimisə uşaq atır. Havalar biraz sərinlənib. Düzdür, belə adam yol gedəndə, yolda, bayırda belə istidir. Amma evə gəlirsə, rahatlanırsan, sonra görsən ki, ev sərindir, amma həyət hava isti olur. Şərikləri də aldılar, heç göstərmirəm. Şərikləri də var, Zəhroşuma baxın belə, evi bəzədilər, otaqları bəzədilər. Əsma balaca qızdır. Maladiyyət, telefon oynamırsan sən. Əlbəttə, Əsma mənim qızımdır. Zato bibisi oynayır. Zato bibisi. Oturacaqsan, hələ oturayım. Nədir əsas? İki dənə gətirsin, bəsdir. Stul? Hə. Yaxşıyam, şükür Allah'a. Yaram sağalıb, özümü yaxşı hiss edirəm. Həkim də açıq sağlar. Zəhroş ustalıdır. Yoruldun, hə? Çox işlədin. Əsman ad gündə bəzənirdin. Niyə bəzənmədin? Hə? Yoruldun? Hə, цепочка надела. Это что мы тебе подарили? Как хорошо ты еще его сохранила, да? Молодец. Ha, telefon davası getir. Bir oynayıb, indi Əsma deyir, mən də istəyirəm. Balkondan toz soran çırpırlar. Zəhra deyir, başıma düşdü. Ama biz gördük. Onlarda tostoron dedi, lagon da dedi. Uşağı da yoxsa durumlar qoy qalsın, lazım deyil. Belə durayız. Nə geçən yolda? Belə dur, divara bax. Elə otur, divara bax. Televizor var. Divara bax. Divara bax. Yani cinayetkardır. К лесу передом, ко мне задом. Şekil cinayetkardır. Esma, gel biraz da mənlə otur. Qurban olum. Ay Allah, çox çox istəmə, heç olmaz. Oy, oy. Nəfəssən, həyatsan, sən həyat, həyat. Bir damcı çəkim, sonra baş qarışır. Не знаю, мне не разрешили. Qafqalı salatadır bunlar da, belə indi yeməklər
qoyaq. Sonra tökülə bilər. Esmuşumu da çəkeyim, Asikamı da çəkeyim, Zehruşumu çəkeyim. Namaz kılıyor. Bax. Yaşasın gözüne. Hə, səhər gəldi. Yavaş kızım yavaş. Araba gümüşün şurada çıkarsın. Sil, oğlanlara sil. Namus. Yok. Ama iyi baktı gözüne. Kalk koş açık yazar. O gözüne mutlaka problem yok dedi. Sen aldın mı? Kalmamış Qoy elə dursun da Zəhra. Duranda nə olur? Gəl. Şəkilini çəkdim, statusa qoymuşam. Gəl burada şəkil çəkim hamını. Ay Zəhra. Hemen de çekler. Kimin çekti? Zehra'nın? He, tortunla. Yaşa. Mektepte başlayan şolar. Ahırda kimi? Siz özünüz çekin, necə istəyirsiniz? Sen çek, sen telefonla çek. Məndə çəkində mən bilmirəm necə bəyənirsiniz. Bu şekildi neyini beğendin? Bunu çəkmə. Yok Zehra'nın da biri çıkıyor ona. Hə. Tortunla bir yedin ona almışsın. Değil mi? Ha. Gözə qoy sevinç çəksin sən. Hamısına yaxşı sevinç çəkir. Nə olsun ki, onda telefon. Ha, özgeçli. Allah düz deyirəm. Ən geçək sevinç çəkir. Şarlar yaşmıyor. Şarlar böyle çıkıyor. Ha, o bir senin. Ulu baysan. Ulu baysa. Ha, indi de böyle ikisi de o. O ikisi de o. İndi giriş sən də git. Sonra uşaqlar hamı. Uşaqlar Belə şəkilləri yoxdur da, hamısı getdi. Durun. Nə şeylərdir? Düzgün də getmədi. Abi bura baxın bir biz. Zəhra nə düşünürsən? Nə təşəkkürlər. İndi Əsma misrə hamımız. Gəl Əsma, gəl Muska. Müzilə qoyulur. Esi ilə Nuray yoxdur. Esma, gülüş Esma, Müslüm'ün koluna giy. Ay sağ ol. İndi ben bir nelerden çekler ortacağız. Ondan çəkir. Sonra uşaqlar da gələr. Gəlin uşaqlar, siz də gəlin. Zəhra, Əsma, bir nənələrlə də şəkil çəkin, qocalarla. Yaxşıdır. İndi hamısı Çəkir. Mənə də. Bir biz atacağım paylaşım. Hamımızın yerine birini de kurban. Gözüm rengi çekilir. Oy senin kurban oğlum üzerine. Aysə görünür. Asıl Eləsən nə Asma. Asma görünür. Yok, yok Əsma yox. Burada. Əsma getsin. Qıraqda dur. Üstünün yanına gel. Hə, bax elə yaxşı. Hadi. Hə, elə yaxşıdır. Şu an sən telefon qəşəng çəkirdi. Mama. Bir de Esma yandı. Rəşadda evdən. Esma da yandı. O küpalda görsen burayı. Bir yerden yapışır. Mən daha çəkmirəm heç. Bir de çek daha. Bir yerden. Size bu böyle olur. Pisi. Xoş gəldin Laçka, məclisə buyur. Ay Allah'ım ne getirsin.
Gözlük. Arzu tut yan. Üfür. Karışsın şimalisi kadar. Kadar mı? Yaxın deyil, uzaqdır. Молодец. İndi mənim işim başlayır. Babam ilk de bu. Rauf səsküydən qaçmışdı, gəlir. Somuz var mı? Yemin. Yeme. Tören arasında değil. Да, вот так. У вас сколько часов пока неизвестно, да? Известно, я же говорю, у нас было 55 лет дня, она ушла на пенсию. Теперь мы 2 года уже ждем, чтобы нам дали новую учительницу, ее никак не принимают. И теперь у нас очень много часов, и нам тяжело немножко. Много это 30, сколько? у меня 30, будет 35. 30 получается. 6 уроков. Ой, Каждый день по 6 уроков. Да, первый, второй там, конечно, тогда распределили. Поэтому не знаю, какое будет расписание. Может быть, между сменками можем позаниматься. Ну, вечером, мне кажется, лучше. И в субботу. 6 уроков получается в час пути. А как вы будете успевать? Нет, у меня первая смена, например, будет 4, и во второй 2. Еще вторая смена. То между сменкой говоря, домой будете приходить? А я все так. Я уже привыкла. Иду в первую смену, прихожу, потом опять иду. Здесь у меня тоже бывает, как получается, бы... эти 2 урока будут, наверное. Да, меня уже здесь тоже не помните, мы видели Да. с Муслимом. Они с музыкальной школы шли. М. Муслима было всегда грустное лицо. Если- Наверное, уже привык, да. Но по влогам видно, что он с удовольствием играет. Да, помнишь, ты снимала? Да, да. Он играет на Да, пианино. сюда. Да, он хорошо играет. Ноет. Поэтому зря я согласился на это. Зря. Да? Ужас. Когда ему трудно, он так говорит. А. Зря я на это согласился. А когда играет хорошо, все смотрят, хвалят, говорят, хорошо. Эсма тоже сдала экзамен, посмотрим, она если Тоже пойдешь на музыку? получится. Ты хочешь? Она очень Да. хочет. О, молодец, тогда интересно будет. Посмотрим, да еще ответы не вышли. Туда еще поступить надо, да? Да. Я думала, ты просто в школу идешь. Не, экзамен сдает. Это раньше так было. В общем, вот так. Сева тоже, когда придет, пусть приходит. Пусть приходит. Надо один раз Севой тоже прийти. Да. Ты приди. Позвать или позвать. Просто она редко, да? К Зафле вы не собрались, да, на день рождения? Собрались, да, вчера были здесь, да. Не смотрела статус? Статус видел, вас не видел. Я думала, ты просто... Ну, я не нет, да. поставила. И на Нурайке не было же. Этого. Тесор тоже не фотографировался. Ты, а помнишь, ты говорил, ты на какую-то работу устроилась? Не устроилась, не пошла. Садик был, да? М. Маленький совсем? Ну, нормально такой, да. это Новый, устроил да. до 6, да? Да. Условия невыгодные были. Как воспитательница? Или? Да. Ну, неплохо было. А далеко это было от дома? Близко было. Близко это. И сделала попытку. Неудачный коллектив какой-то, в общем. Не буду. Не буду подробности говорить. Ну, говорите, да, о чем? Сидят как истуканы. Видишь,
она в парк приходила, там хорошо, много детей, все болтают. Просто в последнее время собаки там что-то назлаяли. Да, опять собаки. У нас тоже бляджар тоже собаки начали. Ну, она боится их так, ужас она боится.